Hə, kölələr. Çoxunuz xəbərdarsınız ki, mənim Facebookda bir icmam var. Yəni bir qrupum var. Qrupun adı Vkusny Mir, dadlı dünya. O qrupu mən yaratmışam bir 4-5 il bundan qabaq. İndi də ki, maşallah, yaman belə abarot yığıb. Demək olar ki, şəhərin belə bütün qaymaqları hələ oradadır. Həmçində həmən o qrupda cəmləşiblər bütün bizim dövlətimizin dövlət təşkilatlarının rəhbər vəzifəli şəxsləri, nə bilim kafelerin, restoranların, ictimai obyektlərin rəhbərləri, müdirləri, hələ sadə işçiləri. Yəni orada siz əgər nəsə paylaşırsınızsa, belə 100% arxayın olun ki, həmən sizin paylaşımınız gedib ünvana çatacaq. Yəni onu oxuyacaqlar. Hamı oxuyacaqlar, hələ üstəlik hələ tədbir də görəcəklər. Çox belə qəşəng, belə xeyirli, belə faydalı bir icmadır. Hamınızı mən dəvət eləyirəm ki, ora üzv olasınız. Tapmaq da çox asandır. Yəni Facebookda sadəcə yığırsınız Vkusny Mir, dadlı dünya. Sizin qabağınıza həm qrup çıxacaq, həm də ki həmən səhifə, eyni adlı səhifə. İkisinə də yəni takib atın və bundan sonra da sizin sözünüz, səsiniz heçə getməsin. Hamısı sizi eşitsin. İndi də mən nə haqqda danışmaq istəyirəm. Həmən qrupda bir qrup üzvü, bir Azərbaycanımızın vətəndaşı götürüb bir paylaşım edib ki, Ağşəhərdə yaşadığı ünvanda aşağıda yerləşən obyekt var, Hangulation adlanır. O həngal verən yer var. Bu dəqiqə götürüblər bizim doğma dilimizi də necə deyərlər, başa düşdünüzdə nə ediblər, sındırıblar, belə gic-gic adlar qoyublar. Biri deyəsən şeydə yerləşir, Baksovet tərəfdə, İstiqlaliyyət küçəsində, biri Ağşəhərdə. Sözüm ondadır ki, yəni həmən vətəndaşın şikayəti nədən ibarətdir ki, o restoranın müəyyən avadanlığı, məsələn kondisionerləri elə quraşdırılıb ki, onun sesindən bu vətəndaş istirahət eləyə bilmir. Yəni sesi başına düşür. Onun sesi bunun evindədir. Sən demə onların ambarlarında quraşdırılan soyuducular da həmçində onların sesi bunların yazıqların evinin içindədir. Bunlar əməlli başda ondan əziyyət çəkirlər. Bu da götürüb o qrupda bunu paylaşıb ki, cəmaət bilsin, maraqlansın, görsün ki, yəni belə hallarda nə etmək olar, hara müraciət eləmək olar. Sizə deyim, həmən o paylaşım çox böyük rezonanslı oldu. Çox adam başladı bunu izləməyə, öz fikirlərini yazmağa, öz məsləhətlərini yazmağa. Bunları hamısını qoyaq bir qırağa. Mən biraz maraqlandım ki, ümumiyyətlə, yəni bunun cəriməsi nədir, hansı təşkilatlar buna baxır, mümkündürmü ümumiyyətlə bunun qarşısını almaq? Sən demə olar. Sən demə cərimələr də bilirsiniz nədir, kəllə çarxa. Əgər fiziki şəxslər yəni bu cürünə yola verməz hərəkətlərə yol verirlərsə, onların cəriməsi 100-250 manata qədər. Əgər bunu vəzifəli şəxslər eləyirsə, orada 1000-dən 2500 manata qədər. Hüquqi şəxslər isə bunu eləyirlər. Onların cəriməsi ümumiyyətlə kəllə çarxadır. 10.000, 12.000 manat təsəvvür eləyirsiniz. İndi qaldı əsas məsələ. Yəni ki, hara müraciət eləmək belə hallarda? Sən demə, əgər bu tek belə bir dənə məsələdirsə, yəni bugünlük ses-küy, siz gərək polisə yığasınız, 102-yə. İkinci variant, əgər bu mütəmadi olaraq davam edirsə, tutaq ki, həmən obyekt kimi də, tutaq ki, bu restorandır. Şərti deyək, məsələn, Hangulation'da. Düz onlara çatdırdınız, görürsünüz ki, bunlara çatmır. Siz müraciət eləməlisiniz Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi. Onlar gəlirlər və müəyyən edirlər ki, bunların, yəni ki, avadanlığının ses dərəcəsi nə qədər, yəni ki, yüksəkdir. Sorudur ki, onları cərimələndirirlər sözsüz ki, lazım olanda. Ümidvaram ki, cərimələndirirlər də indi. Digər məsələ, hətta siz müraciət eləyə bilərsiniz Səhiyyə Nazirliyinə də. Yəni Səhiyyə Nazirliyinin deyəsən nəzrində olmayan, amma onlarla əlaqədə olan o sanitar epidemiologiya şöbəsi var. Onlar da gəlib müəyyən ses ölçüləri həmən yerdən götürürlər. Müəyyən edirlər ki, həmən ses ölçüləri nə qədər sizə yəni ziyanlıdırsa, onun əsasında artıq digər strukturlara yəni göndərilir. Yenə də həmən o sahibkar cərimələnir. Yəni sözüm bundadır ki, hamı bir adam kimi belə hallar olanda dözmək lazım deyil. Birləşin, necə deyərlər, qonşu şəklində hamımız bir yerdə ərizə yazın,
altında imzalarınızı qoyun və müvafiq dövlət strukturlarına müraciət eləyin. Gördünüz, həmən o müraciət etdiyiniz dövlət qurumları buna reaksiya vermirlərsə, çünki çox bir təəssüflər olsun ki, bir də görürsünüz ki, xırda təbəqələrdə hansısa dövlət qurumunun bir işçisi gəlir, rüşvət alır yerində, gözünü bağlayır buna da. Oca bir də müraciət eləyir. Bir də müraciət, mütəmadi olaraq müraciət eləyir. Sonra oca artıq prokurorluğa müraciət eləyir. Başa düşürsünüz? Yəni çalışın müəyyənləşdirəsiniz ki, əgər orada rüşvət xalı olubsa, əgər reaksiya vermirlərsə, bu çox güman ki, gəlir oradan kimsə nəsə alır gedir. Gedin, necə deyərlər, axıra kimi və inandırım sizə bunun axırına çıxmaq olur. Sadəcə fəal olun. İndi mən həmən o qrupda, Facebookda olan qrupda Vkusный mir, bir də səhifədə Vkusный mir, ikisi də eyni adlanır. Sizin üçün hazırladığım iki dildə, Rus dilində, Azərbaycan dilində an attım, qoyacağım ki, siz hara müraciət eləməlisiniz belə hallarda. Yəni diqqətlə oxuyun, ayıq olun, sayıq olun, öz hüquqlarınızı müdafiə edin. Bu qədər qəlbdən qəlbə.